Bəzən Allah o cür insanlara fürsət verib, mal da verib, mülk də verib, sağlamlıq da verib ki, hər nə qədər bacarırlar, günah eləsinlər. Lakin mömin bu cür deyil. Mömin Allahın daim nəzəri üzərində olan bir şəxsdir. Birdən qəflətə düşsə, bir günahın barəsində düşünsə, Allah ona kiçik də olsa bir xəbərdarlıq eləyir. Ruzisini azaltmaqla, canına bir xəstəlik salmaqla, hər hansı bir problemlərlə üzləşdirir ki, istəmirəm sən günah barəsində düşünəsin. Bir nəfər soruşa bilər ki, Allahın nəyinə lazımdır biz günah edirik ya yox. Məsələ budur ki, Allah biz deyirik, bizi çox sevir. İnsan sevdiyi insanlara qadağalar qoyur. Biz heç tanımadığımız bir uşağa deyərik ki, məsələn, bu işi görmə. Biz adətən öz evladımıza deyirik buna. Niyə? Çünki öz evladımızı sevirik. Evladımızı sevdiyimizdəndir ki, biz ona bəzi qadağalar qoyuruq. Bəzi səhv nöqsanlarını görəndə üstünə qışqırırıq. Bəzən hətta cəzalandırırıq. Bu bizim məhəbbətimizdən doğduğu kimi Allah da mömin bəndələrinə qarşı bu cürdür. Allahın mərhəmətindən və məhəbbətindən ki, Allah bəzən cəzalandırır. Çünki istəmir biz günah eləyək. Günah bizim ruhumuzu qaraldır, bizim həyatımızı qaraldır.